Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. 5-ci sinif lisey və gimnaziyalara qəbul sınağı 5-in riyazi məntiqə aid, yəni 41-dən 60-a qədər olan sualların izahını paylaşacağım bu video izahda. Baxaq 41-ci sualdan ilk sualımıza. Deməli, Sevinç, Fatimə, Ruslan, Aydan sıra ilə deməli 1, 2, 3, 4 nəfər qeyd olunub. Sıra ilə dayanmışlar. Ruslan sırada 3-cü deyil. Ruslan 3-cü deyil. Sevinç isə 4-cüdür. Sevinç 4-cüdür. Daha sonra Ruslan 3-cü deyil. Yəni 1 və 2 ola bilər. Aydan Fatimənin tam arxasındadır. Aydan Fatimənin arxasında belə ola bilər. Ruslan da burada ola bilər. Bizə nə istəyir? Birinci sırada kim dayanmışdır? Təbii ki Ruslan. Ruslan 3-cü olmadığı üçün bura gəldi. A variantı deməli 41-ci sualda. İndi isə keçirik 42-ci suala. Əməllər sırasıdır. Yerinə qoyub yazmaq lazımdır. 12, 8, 2, 2 və 19 almalıdır cavab. Variantları sınasaq D variantını sınayıram birbaşa. Burada əməllər sırasına diqqət etmək lazımdır. Çıxılsın, bir də bölünsün. Deməli, bölmə əməli birinci gəlməlidir. Ona görə 2-ni 2-yə bölək 1. 12-ün üstə 8 gəlsə 20. 20-dən 1 çıxsa 19. D variantı doğru cavab. Digər variantları yoxlamağa ehtiyac yoxdur. Siz istəsəz yoxlayarsınız. Deməli, 43-cü sual. Aşağıdakı toplama əməlində AB vurulsun C, AB vurulsun üstə gəlsin C vurulsun D. Tap. Deməli, burada ipucu A6-dır. 6-ın üstə 3 gəlsək bir yadda ilə 10 olar. Çünki burada 5 rəqəmli ədəd alınıb. Hər hansı bir 4 rəqəmli ədədləri toplayıb və 5 rəqəmli ədəd alınıbsa bir yadda qal burada. 6-ın üstünə 3 gələndə 9 bir yadda 10. Sonra A6 olduğu üçün burada da 6 yazmalıyıq. Neçənin üstünə 4 gəlsək 6 eləyər. B2-dir. 2-nin üstünə 4 gəlsək təbii ki 6 eləyər. Daha sonra baxaq görək bizə nə istəyir. C-ni tapmalıyıq. 8 yazsa 8-in üstə 6, 14 bir yadda. Burada 8-in üstünə neçə gəlsək 0 eləyər. Təbii ki 8-in üstünə bir yadda var idi. Bir yanında 9, bir yadda 10. Deməli A-nı tapdıq. Yəni ədədimiz gəlin burada qıraqda yazım. 6862 üstə 3184 toplayanda görə həqiqətənmi düzgün cavab alınır. 2 üstə 4 6. 8 üstünə 6 gəlsək 14. 8 üstə 1 gəlsək 1 yadda 9, 1 yadda 10. 9, 1 yadda 10 həqiqətən də alınır. Yəni A vurulsun 6, vurulsun 2, 12. C-də 8, 8 vurulsun D-də 1-dir. Toplamaq 6-nı 2-yə vuranda 12, 8-i 1-ə vuranda 8. Toplayanda isə cavabımız 20 B variantı alınır. 43-cü sual B variantı. Deməli keçirik növbəti suala. 44-cü sual. Bir kitabın səhvlərini nömrələmək üçün cəmi 71 rəqəmdən istifadə olunub. Bu kitab neçə səhifəlidir? Deməli, baxaq. Kitabın səhifələri 1, 2, 3, nöqtə 9-a kimi gəlir. Sonra isə 2 rəqəmli səhifələr yaranır təbii ki. Ona görə 71-dən birinci biz bir rəqəmləri çıxırıq. Yəni 9 dənə rəqəm var. Birinci onu çıxaq. Bir rəqəmli ədəd 9 dənə. 71-dən 9 çıxsaq alınacaq 62. Sonra 62-ni 2-yə bölmək lazımdır. Çünki sonra da 2 rəqəmli ədədlər gəlir. 62-ni 2-yə böləndə 31. İndi baxaq 9 üstünə 31 dənə 2 rəqəmli ədəd gələndə alınır 40. Yəni D variantı. Bu kitab 40 səhifəlik kitabdır. D variantı tapdıq. Deməli 45-ci sual. Rəqəmləri müxtəlif 2 rəqəmli 5 fərqli natural ədədin 2 rəqəmli 5 fərqli natural ədədin cəmi 138-dir. Rəqəmlər müxtəlif. Bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? Ən böyük tapmaq üçün digərlərini kiçik götürməliyik. Digərlərini kiçik 10 götürə bilərik. Rəqəmlər müxtəlifdir. 11 olmaz. Rəqəmlər müxtəlifdir. 12, 13, 14. Bunları yazsaq bu kiçikləri. Sonra 138-dən də bu 4-ünü çıxsaq ən böyük taparıq. 10, 12, 13, 14-ü toplayanda alınacaq 9, 49 üstə gəlsin
Bu son rəqəm bərabərdir 138. 138-dən də 49 çıxanda alınacaq 89. Birbaşa çıxdım 89. C variantı. Deməli, böyük cavabı tapmaq üçün, yəni ədədlərin ən böyüyünün ən çox qiymətini tapmaq üçün digərlərin ən kiçik götürmək lazımdır. 46-cı suala keçir. Deməli, 46-cı sualda deyir ki, bizə burada nə istəyir? 4-ün 4-ə ölçülü kvadrat şəkildə göründüyü kimi 4 ölçülü kvadrat bir kağızın xanalarına müəyyən ədədlər yazılmışdır. İkinin 2-yə olan ölçülü kvadrat seçir və bu kvadratdakı xanaların 4 ədədinin hasilini tapır. Malik ən çox hasil əldə edə bilər. Ən çox neçə əldə edə bilər? Ona baxırıq. Burada ən böyük hissəni axtarmalıyıq. Yəni 2-nin 2-yə. Məsələn, buranı götürsək 4 kimi 8, 8-i 1-ə vursaq 8 alınır, kiçik alınır. Bu 2-nin 2-yə olan yerə götürsək, bunları bir-birinə vursaq 6 alınır. Bunları götürsək, nə bilim 4 7 28 alınır. Amma ən böyük məncə burada 2-nin 2-yə buradan bunları götürə bilərik. 7 3, çünki 7-də var, 7 böyükdür. 3-lərdə var, 2-dən 3 var. Yəni bunlar bir araya gətirəndə daha böyük alınır. 7 vursun 3 21, 21 də 3-ə vuranda 21 3-ə vuranda 61. Daha doğrusu 63. C variantı alınır. Yəni cavab C variantı ən böyük hasil istəyirdi. Keçirik 47-ci suala. Velosiped sürmə yarışında Rəşad finişə çatanda gördü ki, ondan öndə çatanların sayı ondan arxada çatanların sayından 3 dəfə azdır. Rəşad bir nəfərdir, hər hansı bir nəfər. Deməli, Rəşaddan öndə çatanların sayı arxada çatanların sayından 3 dəfə azdır. Öndə çatanlar bunlar olsun, arxada çatanlar bunlar olsun. Rəşad yerin 7-ci yerdə bitirmişdir. Rəşad 7-ci yerdədirsə, ondan öndə çatanların sayı 6 dənədir. Çünki Rəşad 7-cidir, öndə 6 dənə olmalıdır. Yəni x 6-dır. X 6-dırsa 3x 3 6-ya vursaq 18. Bir də Rəşadın özü 1. Toplasaq, Rəşad yarışda cəmi neçə nəfər iştirak etmişdi? 18 isə 1 gəlsək 19, 19 6 gəlsə 25. Bu yarışda B variantı 25 nəfər iştirak etmişdi. Keçirik növbəti sual, 48-ci sual. Deməli, Anar, Cavad, Elnarə adlı 3 bacı qardaş arasında yaşları əlaqəsində əlaqə verilmişdir. Anar, Cavad, Elnarə 3 nəfər arasında diyaloq verilmişdir. Deməli, Elnarə deyir ki, mən 7 yaşım olanda Cavad 12 yaşındaydı. Cavad deyir ki, mən 6 yaşım olanda Anar 4 yaşındaydı. Anar isə deyir ki, deməli, mən doğulanda anamın 12, daha doğrusu mən doğulanda anamın 30 yaşı var. Ana 48 yaşı olanda Cavadın neçə yaşı var? İndi gəlin tapaq. Biz birinci burada bilməliyik ki, uşaqlar, ana 48 yaşı olanda, ana 30 yaşı olanda Anar, bizim üçün Anar verilir burada. Anarın neçə yaşı var? 0 yaşı var. Yəni arasında fərq neçədir? Bunların arasında fərq 30'dur. Ananın 48 yaşı olanda, yəni 18 yaş artıb da burada görünür. Anar da 18 yaş artmalıdır. Onun 18 yaşı olacaq. Onda Anarın 18 yaşı oldu. İndi sonra nə istəyir bizdən? Yəni ana 18 yaş artdığı üçün uşağı da 18 yaş artmalıdır da ona görə. İndi keçirik Cavadla əlaqəsi. Anarla Cavad əlaqəsi. Deyir ki, Cavad deyir ki, mən 6 yaşım olanda Anar 4 yaşındaydı. Bu deməkdir ki, Cavad 2 yaş böyükdür Anardan. 6 yaş olanda 4 yaş olursa 2 yaş böyük olur. Ona görə də Cavadın yaşı tapmaq üçün 18 2 20. Cavadın 20 yaşı var, D variantı düzdür. Deməli, heç burada Elnarə haqqında məlumata ehtiyacımız yox idi. Keçirik 49-cu sual. Aytən, Aydan, Aynur birlikdə 1200 manat maaş aldılar. Əvvəlcə Aytən öz maaşının yarısını Aydına verir. Sonra Aydan özünə yaranan yeni məbləğin 1/3-ni Aynura verir. Sonra hər üçünün pulu bərabər olur. Aydanın maaşı neçə manat idi? Aydanın maaşını istəyir. Onda biz 3 nəfər
Aytənə T ilə işarə edəcəm 3-cü hərf. Çünki üçü də A ilə başlayır. D hərfi, bu da N ilə. 3-cü hərf olaraq baş hərflərini yazdım. Sonda hər üçünün pulu bərabərdirsə, onda 1200-ü bölərik 3-ə bərabərdir 400. Sonda hər birinin 400 manat pulu olmalıdır. İndi isə əvvəldə hər birinin neçə manat pulu onu düşünək. Aytən öz maaşının yarısını Aydana verir. Aytənin 800 manat pulu olmalıdır ki, 800 manat pulu olmalıdır ki, yarısını Aydana versin. Niyə görə 800 manat pulu olmalıdır? Çünki sonda hər üçünün 400 manat olması üçün Aytənin, T-nin 800 manat əvvəldən pul olmalıdır ki, yarısını versin digərinə. Bunu isə fikirləşək. Deməli, qaldı bizdən 1200-dən 800 çıxsa 400. 200-200 paylasam görək alınırmı? Bu pulun 800-ün yarısını versə buna, Aydana, yarısı 400 olacaq 600. Bu 600 də 3də birini Aynura verməlidir. 600-ün 3də biri eləyir 200. 200 versə Aynurda da 200 olacaq. Bunda da 600-dən 200 çıxanda 400 qalacaq. Yəni hamısında 400 olacaq. Burada 400 olacaq hamısında. Üçündə də sonda 400 oldu. Yəni biz əvvəlki hər kəsdə neçə manat olduğunu da tapdıq. Aydanın maaşı neçə manat idi? Əvvəlcədən 200 manat maaşı var idi. Baxın, Aytənin bizdən nə istəyir? Aydanın 200 idi ilə Aynurun da 200 idi, amma Aytənin 800 manat pulu var idi əvvəlcədə. İndi isə keçirik 50-ci suala. Burada cavab A variantı. 50-ci sual. 1, 3, 5 7, 8 rəqəmlərindən 4-ü istifadə edilərək 102 rəqəmi cəmi 102 olan 2 rəqəmli 2 natural ədəd. 2 rəqəmli 2 natural ədəd cəmi 102 olmalıdır. Bu şəkildə seçilir. İstifadə olunan rəqəmlərin cəmi. Uşaqlar, 102 seçilməsi üçün sonu 5 və 7 ilə bitməlidir. Yəni bu qısaca burada ipucudur. Çünki 7 üzrə 5 gələcək, 12 bir yadda. İndi burada nə düşünə bilərəm? Hansı rəqəmlər daha sonra? 1 və 8-i toplasaq 9, bir yadda 10. Deməli, istifadə olunmayan rəqəm 3-dür. İstifadə olunan rəqəmlər 1 vursun, 5 vursun, 7 vursun, 8. Burada nə istəyir? İstifadə olunan rəqəmlərin cəmi. Hasıl yox, cəmi istəyir. Gəlin tapaq. 1-in üstünə 5 gəlsək 6, 6-ın üstünə 7 gəlsək. Burada 13, 13-ün üstünə 8 gəlsək 21. Cavab C variantı alınır. Deməli, keçirik 51-ci suala. 14 dost xeyriyyə məqsədli pul toplayır. Onların bir qismi 75 manat, bir qismi 100 manat, digər qismi isə 150 manat verir. 150 manat verənlərin sayı 100 manat verənlərin sayından 2 dəfə çox olduğuna görə. Bu 150 manat verənlərə 2 dəfə 100 manat verənlərdən çoxdur. 2x və x kimi götürdüm. Ona görə ən çox neçə manat vəsait yığılmış ola bilər? İndi fikirləşək. X plus 2x bərabərdir 14 ola bilməz. Çünki ola bilər təbii ki, amma yəni burada 3x bərabərdir 3-ə bölünən bir ədəd düşünək. 12 düşünürəm artıq 14-dən kiçik. O 2 qalıq qalsın 75 manatlığa. 2 nəfər dost 75 manatlığa qalsın. Digər 12-sini daha çoxunu bu böyük pullara saxladım. X bərabərdir 4. X 4-dürsə, onda 100 manatlıq x 4-dür. 100 manatlıq, yəni 4 nəfər belə deyim də paylayır. Burada 2x olduğu üçün 2-nin 4-ə vurunda 8. 8. İndi gəlin bunu hesablayaq. Ən çox, yəni 8-in 4-ə nisbətində ola bilərdi adamların sayı burada. Çünki 2 dəfə çox deyir. Ən çox pul axtarırıq biz. Ona görə bunlara daha çox verməliydik. 8 0 0, 8 5'im 40, 8 birim 8. Deməli 4 yadda 12. 4 0 vuranda 100'e vuranda 400, 2 vuranda 75'e vuranda 150. Toplatsak 0, 5, 1, 2, 3, 7. Burada da alınır 1. Yəni 1750 manat ən çox vəsait yığıla bilərdi. Cavabımız B variantı 51-ci sualda. İndi isə keçirik 2-ci sual. Deməli, bir ambarda olan 400-dən çox kitab var. 15'lik və 18'lik kutulara yığılır. Həlli buradan silim. 15'lik və 18'lik kutulara yığılır.
və hər dəfə 3 kitab artıq qalır. Onda əkop 18, 15-i tapmaq lazımdır. Görək bunların ən kiçik ortaq bölünəni neçədir? Bunu tapanda 18 və 15-in əkobunu tapanda sadə vurğularını ayırırıq. 2-yə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. 15-i 3-ə böləndə 5, 5-ə böləndə 1. Deməli, burada əkop tapmaq üçün 3-ün kvadratı 3-lərdən çoxdur. 2 vurulsun 2 üstü 1, 2-lərdən çox. Bir dənədir 5 var bir də. 5 üstü 1 vuranda 2, 5'im 10, onu da 3'ə vuranda, deməli 9'a vuranda daha doğrusu neçə alınır? 90. 90 da əkop. 18 ilə 15-in əkobu 90. Amma deyək ki, kitab 400-dən çoxdur. X böyükdür 400-dən. 90'ın bölənlərindən, yəni 90'ın daha doğrusu bölünənlərindən 400'dən çox axtarmalıyıq. Amma bizdən ən istəyir ki, bu ambarda ən az neçə kitab var? 90'ın 1 qatı 90, 2 qatı 180, 3 qatı 270, 4 qatı 360, 5 qatı 450. Artıq 400'ü keçdik və 400'dən böyük ən kiçik istəyir. 450 kitab olmalıdır, amma 3 dəfə, hər dəfədə 3 qalıq var. 3 kitab artıq qalır. 450'nin üstünə də 450, üstünə də 3 gələndə cavab 453 C variantı alınır. Deməli, keçirik 53-cü suala. Verilən rəqəmlərdən hər biri hər hansı ikisini istifadə etməklə qiyməti 0,25 bərabər olan neçə kəsir düzəltmək olar? %25 0,25 bərabərdir %25, o da bərabərdir ixtisar etsək 25-ə 4'də 1. 4'də 1'ə bərabər neçə kəsir düzəltmək olar? Elə 4'də 1'in özü, sonra 2 qatı 8'də 2. Başqa düzəltmə olurmu? 3 qatı 12'də 3 edir, 12 yoxdur orada. Yəni B variantı 2 dənə kəsir düzəltmək oldu. Keçirik, deməli 54-cü suala. Burada 54-cü sualda üstündə qeyd olunub, gəlin görək düzgün qeyd olunub yoxsa yox. Deməli, fiqurda hər bir hərf bir ədəd əvəz edir. Hər bir sıradakı ədədlərin cəmi həmin sıranın sağında verilmişdir. ABC. Bizə nə istəyir? X istəyir. Yəqin ki, burada qeyd olunmayıb, amma yəqin ki, X istəyir. Yox, A plus C-ni istəyir. Anladıq. İndi fikirləşsək, bura 7, 6, 7, 6 yazılıb. Cəmi 26, bəli. 7 ünsü 6, 13. Yəni 7 ünsü 6, 13, 26. Sonra 7, 7 yazılıb. Burada 6 yazılıb. 28'dən də 18, 28'dən də neçə çıxmaq lazımdır? 7, 7, 14, 14'ün üstünə 6 gələndə 20, 28. Bəli, burada 8 alındı. Sonra bura 6, 6, 6. 3, 6, 18. 18'in üstünə 8 yazsək 26 bəli alınır. Burada 7, 6, 8 toplayanda edir 21. Bu da x da 4, 25. Bizə nə istəyir? ABC'nin cəmi. A'mız 7, B'miz 6, C'miz 8 toplayanda 21 D variantı. Devam edək 55-ci sualdan. Burada ABC və ABC'nin cəmi verilib B. Bu yalnız bir halda mümkündür. Onu birbaşa yazacağım. Uzun həlini yazmayacağım. Deməli bu 1, 4, deməli 8'i toplayanda sonra 1, 4, 8, sonra 1, 4, 8'i toplayanda 8 tüm 24. Bax B 4 idi. 24, yəni 2 yadda. Sonra 4 tüm 12, 2 yadda 14. Yine 1 yadda. 1, 3'üm, yəni 3, 1 yadda 4. Görürsünüz alındı. B'lər 4 alındı, digərlər AC'ni tapdıq. Hasılı 1 vursun 4 vursun 8. Cavab 32 D variantı. Deməli, keçirik 56-cı suala. Bizə nə istəyir? Uzunluğu 80 metre olan 2 tunel iki tərəfdən də 5 metrdən bir dirəklər bastırılıb. 5 metrdən bir dirəklər bastırılıb və tunelin giriş və bizim üçün nə verib? Giriş və çıxışındakı hər iki ucundakı dirəklər qara rəngdə, digərləri isə boz rəngdə. İndi boz yox, mən mavi rəng yazıram bura, yəni fərqi yoxdur. Təxmini şəkildə anlatmağa çalışıram. Deməli,
Boz dirəklərin sayını tapın. Ümumiyyətlə, buradakı dirəklərin ümumi sayını tapmaq üçün 80-ə bölürük. 5 metrdən 1 olduğu üçün ara məsafəsini birinci tapaq. 80-ə bölürük 5-ə. O da alınır 1. Deməli, sonra 30-un içində 6. 16 dəfə. 16 dənə burada 16 plus 1. Çünki sondakı dirəklərdə sayanda 17 dənə dirək alınır. Yəni burada birincidə 17 dənə dirək, ikincidə də 17 dənə dirək olmalıdır. Amma ki bizə boz dirəklərin sayını istəyir. Bu 4 dənəni ucda olanlara çıxmaq lazımdır. 34-dən də 4 çıxırıq. Qalır cavabımız 30. B variantı doğru variant. Daha sonra davam edək. Neçənci sualdan? 57-ci sualdan. A natural ədədin rəqəmlərin hadisi 900-dür. Bu şərti ödəyən ən kiçik ədədin onluqlar və yüzlüklər mərtəbəsindəki rəqəmləri cəmini tapın. Deməli 900 isə 900 məsələn 9-a bölünür 100. Ən kiçik dediyi üçün biz ən böyük vuruqları tapmağa çalışdıq. 9. Sonra 100-ə bölsək, 100 məsələn 5-ə bölünür. 105-ə bölsək 20. 20-ni də 5-ə bölsək 4. Burada 4, 5, 5 kimi yaza bilərik. 4, 5, 5 kimi. Niyə kimi belə yazdım? Ən kiçik istəyir bizdən. Ən kiçik A ədədi. Ona görə 4, 5, 5, 9 yazdım. Ən böyük istəsəydi 9 ilə başlayardıq. Və yaxud da başqa fikirlərimiz ola bilərdi. İndi başqa nə istəyir bizdən? Onluqlar və yüzlüklər mərtəbəsindəki rəqəmlərin cəmini tapın. Onluqlar və yüzlüklər mərtəbəsindəki. İndi baxaq. Onluq mərtəbəsi bura. Yüzlük mərtəbəsi bura. Cəmi 10. C variantı. 58-ci sual. Deməli, rəqəmləri bizə nə verib? Rəqəmləri müxtəlif rəqəminin natural ədədinin təkcə mərtəbəsindəki rəqəmlərindən cəminə bərabər olarsa, belə ədədlərə multik ədədlər deyək. Ən böyük multik tək ədədlə ən kiçik multik cüt ədədinin cəmini tapın. 4 rəqəmli ədədlərdən söhbət gedir. 4 dənə xətt çəkirik və ən böyük multik tək ədəd istəyir. Təkliklər mərtəbəsinin digər mərtəbələrin cəminə bərabər olmalıdır. Ən böyük tək ədəd dediyi üçün biz burada 9 yazıq. Burada ən böyük 8, 1, 0 olar. Rəqəmləri müxtəlif dediyi üçün B yazdıq və 9 bərabərdir 8, 0, 1-in cəminə. Ona görə B yazdıq, ən kiçik. Sonra isə ən kiçik multik cüt ədəd istəyir. Ən kiçik multik cüt ədəd tapmaq üçün məsələn 1 ilə başlayaq. 1-dən sonra 0, 0-dan sonra 2 yazsaq, bura 3 qalacaq. O da olmaz, cüt ədəd deyir. Ona görə bura 3 yazaq, bura 4 olsun. Belə daha yaxşı olar. Deməli, bunların cəmi ən kiçik multik cüt ədəd tapdıq. Cəmi 3, 4, 1, 9. Cavab D variantı. Keçirik 59-cu suala. Burada çox uzun sual. Bir ədədin bütün natural bölənləri kiçikdən böyüyə doğru aşağıda kimi yazılmışdır. X plus Y cəmini tapın. Yəni, ədəd 1-ə böləndə 40 alınır. 2-yə böləndə 20 alınır. Burada Y 20-dir ona görə. 4-ə böləndə 10 alınır. Yəni, bu 40 ədəddə. 5-ə böləndə də 8 alınır. 40 ədədindən söhbət gedir. Göy qurşağı üsulu ilə, yəni, qeyd olunur. Ədədin natural bölənləri. Deməli, nə istəyir? Cəmini istəyir. X-imiz 5, Y-imiz 26, cəmi 25, B variantı. Keçirik 60-cı suala. Bizə burada nə istəyir? Deməli, deyir ki, şəkildə göstərilən termos bizə nə verib? Çayla doldurulur. Daha sonra bu termosdakı çayın hamısı ilə 2 böyük fincan, 2 böyük və 11 kiçik fincanı doldurmaq olar. Və ya 5 böyük fincan və ya bərabərdir 5 böyük fincan və 2 kiçik fincanı tam olaraq doldurmaq mümkündür. Yəni, bununla bu ikisi bir-birinə bərabər olmalıdır. Çünki bu termosu tam olaraq bu da doldurur, bu da doldurur. Bərabərdir. Bu termosdakı çayın hamısı ilə neçə kiçik fincanı tam doldurmaq olar. Buradan tənliyimizi həll edək. 5B-dən 2B çıxırıq. Bərabərdir. 2-ni də bu tərəfə keçirək. 11K-dan çıxırıq. Yəni 2 kiçik. 2-ni 3B bərabərdir. 9K 3 böyük stəkan bərabərdir. 9 kiçik stəkan. İkisini də 3-ə bölsəm qalacaq 1 böyük stəkan bərabərdir. 3 kiçik stəkana. İndi gətirib yerində hesablamaq lazımdır. 1 böyük stəkan 3 kiçik stəkana bərabər oldu.
Bunu anladıq bu tənliyimizdən. İndi gətirək fikirləşək görək burada problemimiz nədir? Kiçik, neçə kiçik istəkan olar? Ona görə burada böyüyün yerinə 1 böyük 3 kiçiyə bərabərdir. Yazırıq 3 kiçik. 2-ni 3 kiçiyə vuranda 2 3 6. 6 kiçik üstü yansın. Bu da 11 kiçik. Alınır. 11 üstü 6 yanında 17. 17 A variantı alınır cavabımız. Bununla da 60 sualın yəni izahını bitirdik. Növbəti video izahımızda görüşənədək 5-ci siniflər yenə də xatırladım. Növbəti ildən lise və gimnaziyalara hazır qəbul imtahanı verə bilər. Yəni bu ildən başlayıb hazırlaşa bilərsiniz. Bu formada hazır qruplarına qoşulmaq istəyən də əlaqə saxlaya bilər. Sağ olun, növbəti videoda görüşənədək.